Biz artıq gəlib bazara çatmışıq. Bu neydi? Oyda. Axmağın bir axmaq. Souvenir market dediyi buradır. Maybe it's 1000, not 4000. O 40 manata bir dənə dəmir parçası alırlar. Bax, məsələn, kişi gəlir, bu yufka kimi bağlayıb əlinə. Bu da satdıqları baldır, şanlısı ilə bir yerdə. Dalaşdılar. Amma yaxşı şən millətdilər, mehribandılar. 2 manat 50 qəpiyyədir 1 kilosu keçinin. Yeni bir gündən salamlar. Səhər indi açılıbdır, getdim qəşəycənə, səhər yeməyimi yedim. Otağı tərk eləyirik, turmidən çıxırıq. Mənim otağım idi, məlumat vermişdim zaten sizə. İndi bacı da buranı yığışdırır. Hazırlaşıram, çantamı yığmışam, hər şey hazır. Bu günlərim bazar gəzəcək. Görüşərik, gedim kofemi içim, basaq gedək bazara. Bu insanları görürsünüz də, bu 2 nəfər, nə bilim, qabaqda da göstərim, sonra izah edəcəm fikrimi. Tutaq ki, bax, orada gedən oğlanlar, bu adamlar, bunlar hamısı bizim hələ yarım saatlı gedib çatmadığımız bazara gedirlər. Hamısı satış məqsədi ilə gedirlər. Məsələn, bu keçilərini aparır, bunun 3 dənə inəyini götürüb gəlibdir. Biri belində bal aparır, biri süd aparır, hərəsi bir satış eləmək məqsədi ilə gedir və bunlar kilometrlərlə yolu, 2-3 saatlıq yolu ayaqla gedirlər ora, o bazara çatmaq üçün. Bax, bu qadın, belində nə ola bilər yəni? Ya süddür, ya baldır, əlində də xoruzu gördünüz də yəni. Belə yəni, çox böyük uzun məsafələri qət eləyirlər, gedib o bazara çatsınlar və orada satışlarını həyata keçirsinlər. Orada satışlar necə gedir, onu mən sizə yerində göstərib və danışacağım. Baxın, bazara gedir. Davam edirik, göstərəcəm, bax, qabağda da. Çox adam gedir bu dəqiqə bazara. Bazara gedir, belində nəsə var, onu satmaq. Süddür bu, süd satacaq. Bir butulka südlə gedir bazara. Bu malqarası ilə gedir bazara. Bunları satacaq. Yəni, burada qadınların belində nə qədər şey var. Onları da göstərim buradan sizə. Bunlar hamısı kilo, bunun belində görürsünüz 5 var. Bunlar hamısı bazara gedirlər. Hamer qəbiləsinin adamlarıdır, bazara gedirlər satış eləməyə. Və biz eyni bazara gedirik. Başa düşdünüz, qardaş? Getdik bazara. Birə görək bazarın özündə nə var? Nə var orada? Biz artıq gəlib bazara çatmışıq. Deməli, bizdə məsəl üçün Azərbaycanda və yaxud Bakıda necədir? Hər gün bazar var da, nə vaxt istəsə gedib bazar. Amma dünyanın bir çox ölkələrində həftəlik bazarlar olur. Yəni, gündəlik gedib bazarda nəsə ala bilmirsən, həftəlik olur. Həftənin bir günü olur. Məsələn, 6-cı gün ola bilər, bazar günü ola bilər və s. Burada 6-cı gündür hal-hazırda. 6-cı gün həftəlik bazardayıq və bu həftəlik bazar qəbilələr tərəfindən həyata keçirilir. Yəni, qəbilələr gəlib burada satış eləyirlər. Müxtəlif Hamer qəbiləsi var, o var, bu var. Bizdə burada qardaşımız bizi izah eləyəcək hər şeyi. O da Hamer qəbiləsindəndir. Gedirik. Bir də bu nüans, əsas nüanslardan biridir. İndi bəziləri pulla artıq alış-veriş eləməyi öyrəniblər. Amma 90%-i hələ də dəyişərək nəsə eləyirlər. Məsəl üçün, mən bal gətirirəm, balın əvəzində səndən keçi alıram. Biz belə dəyişirik. Məndə bu var, səndə bu var. Dəyişərək özümüzə lazım olan məhsulları əldə eləyirik. Bəziləri hələ pulu qəbul eləyə bilmirlər də, yəni deyirlər bu kağız parçasıdır, bunu nə etmək olar? Beyinləri götürmür, çox normaldır bura üçün bu. Amma bəziləri var ki, pulla alış-veriş eləyirlər. İndi biz özümüz də bəzi şeylər alacaq pulla, bəzilərini isə indi görəcək ki, onlar necə exchange eləyirlər, dəyişirlər falan filan. Neysə, bazara giririk, göstərin bazarı. Bazar belə bir şeydir, sadəcə taxtalardan yerlərdir, gəlib insanlar nəsə sərirlər yerə və işlərini görürlər. İndi isə bizim gidimiz başlayacaq danışma. So this is our market. So everything is a section by section. So this is the souvenir shop. Okay. And the second, we have vegetable places over there. Yeah. Uşaqlar, souvenir market dediyi buradır. Burada, məsəl üçün, bax, belə əldə düzəldilmə. Biz bunları qəbilələrdə zaten görmüşük. Bu, bunun başqa bir variantı Hamer qəbiləsinə aid olan əşyadır. Belə şeylər satırlar. Orada, məsəl üçün, kirpi tikanları var. Məsəl üçün, baxın, bunlar kirpilərdən əldə edilmiş tikanlardır. Bunları satdığa gətirirlər. Və yaxud bu, vartoz heyvanının buynuzudur, dişidir. Belə şeyləri gətirirlər, həmçinin bunlar əllərində düzəltdikləri belə əşyalarda satırlar. Plus bunların istifadə elədiyi belə formada taxtadan düzəldilmə qablar var. Bir taxtadır bax. Bunları da bəzi ilə gətirirlər, belə satırlar. Bu xanım hələ düzəldir. Baveşlərin yığıb ora, səliqəni düzəldəcək və o da satışa başlayacaq. Həmçinin belə alətlərdir, bax. Üzlərini də, bıçağın üzlərini dəridən düzəldiblər uşaqlar. Dəri ilə örtüblər. Yəni qabı dəridəndir. O klip bilsin nədir uşaqlar? Bunu
bull jumping videosuna baxanlar biləcək. Hamer qəbiləsində belə bir seremoniya var. O seremoniyada ötürülür uşağa, yaşlı nəsildən verilir cavan nəslə. Həmən cavan nəsil onu saxlayır və inanır ki, onların enerjisi yaxşı olacaq. Başım uğur gətirəcəyinə inanır və ondan sonra bull jumpingi həyata keçirir. Belə, gələk davam eləyək. Üzüyü də satırlar. Bir dənə dəmiri götürüblər, belə burublar və üzüyü vəziyyətinə gətiriblər. Mən hansı barmağımı keçsə bir dənə bundan alaram, belə xatirə olsun. Mən üzüyü taxmağı sevmirəm. Amma xatirə məqsəd, Allah yox, çox böyük görsən, buna bax. Bir də belə dəmirləri əyib, bunu da qolbaq kimi satırlar və bəlli bir ağırlığı var, yüngül deyil bunlar. Çox da ağır da deyil, amma yüngül də deyil də. Çox istəyərdim belə əşyalardan birini almayım mən, amma daşımaq istəmirəm, böyüdülər hamısı. Eyni şeylərdir uşaqlar. Bu suvenir hissəsində hər şey eynidir. You can take it. Thank you. Yes, mister. For welcome. Photo free. Bunun naziyini almışam, amma bu daha qalın. How much is it? And here for fun, you take how many piece? How many piece? You take 1, 2, 3, how many piece? I give you for more price. For one piece, say? In dollar or local money? No, local money. Local money is 4,500. 4,000? 500. Oh, okay, This one, listen, Conso. I bought it In Conso this. 500 in the tribe. Okay, I understand it's big size, but it's 5, maybe it's 1,000, not 4,000. It's too expensive. Okay, thank you. We'll come here. 4000 qiymət qoyubdu. 4000 bizim pulla biz nə qədər eləyik? 40 manat. O 40 manata bir dənə dəmir parçası alırlar. Danışır, bu da boş-boş şey. Bunu 5 manata almışam mən uşaqlar. Yəni 40 manat real deyil də. Bilirlər ki, turistlər gəlir bazara, hamı gəlir maraqlanıb bazarına. Qiymətləri aşırı yuxarı qoyublar. Yəni suvenirlərdə belə deyə gedə qalan şeyləri görə nə var, nə yox. Real deyil, vallahi buna bax 1000 dənə turist gəlir bura. Baxın, bax burada dayanıblar. Bax biri göyərtidir. İndi bunların özlərinin özəl göyərtisi gətirib satmağa, yumurta satırlar, süd satırlar. Nə bilim orada nəsə bax 5-6 dənə bitki var, o meyvə tərəvəz nədir, ondan satırlar. Bax belə şeylərin də satışı həyata keçirilir. Sol tərəfimiz belədir sat. Bu yağdır uşaqlar. From the cow. Bu yağdır, inəyin yağıdır, o birisi isə süddür deyir. Okay, let's go. Bunu ayaqlarına bağlayırlar Hamer qəbiləsində və belə səs eləyir uşaqlar. Başqa nə var burada? Mən bu dəmirdən yenə almaq istəyirəm. Prosto baha dedi. Görün bəlkə ucuzunu taparam. Yəni heç normal qiymət deyil. Yəni slişkən baha deyib. Uşaqlar bal da deyir satırlar. Bala bir yəni baxaq. Oo. Bu da satdıqları baldır. Şanısı ilə bir yerdə qabda gətirir. Qab şəklidir, amma içərisi doludur balla. Bu balı da əldə eləmək üçün başqa videolarda görəsiniz. Ağacın altında birini göstərmişim Hamer qəbiləsi haqqında. Onu yuxarıya qoyurlar. Yəni bir prosesdir bu da bizdəki kimi. Zamanla əldə olunur təbii ki. Bunlar da bal gətiriblər. Bu qablarda da bal var uşaqlar. Bunda, onda, onun da içərisində bal var. Uşaqlar paltarlar satırlar burada. Paltar dediyimizdə bunlar bilirsiniz, amma bağlayırlar sadəcə. Şeydir, paltarı bizim kimi geyinmirlər. Geyinilən tişörtlərdə satılır. Uşaqlar zatlar, kənddəki uşaqlarda futbol formaları soruşu-sardan olur. Belə ucuz qiymətə tişörtlər, zatlar, futbol formaları satılır. Amma əsas böyüklər üçün nəzərdə tutulan sadəcə parçalardır. Müəyyən metrlə satılır. Onlar üstlərini bağlayırlar. Yəni geyinilmə söhbəti yoxdur, bağlama söhbəti var. Kişili, qadınlı, hamıda. Bax, məsələn, kişi gəlir, yufka kimi bağlayıb ayınına. Yəni bunlarda o birisi kişidə hamısı bağlayırlar sadəcə. Bax yoxlayır almaq üçün baba. Sadəcə parçadır. Bunlar ancaq belə geyinirlər də. O sabun da satırlar hətta burada. Hardasa bizim paltaruyanın iyini verir, amma tam o da deyil. Bu da duzdur uşaqlar. Bax duzu da belə satırlar. Pingvin Kulokda satırlar duzu. Şəp-şəpi satırlar məsəl üçün. Bax şəp-şəpin yanında yumurta satır bacımız. Piçenya satır burada. Başlarına da parça taxırlar bunlar. Ağzındakı da bir sənədir, diş təmizləyəndir. Onu səhər axşam gəzdirib dişlərini təmizləyirlər. Səhər axşam diş təmizləyirlər ancaq. Hi. Welcome. Thank you. Həm də mehribandılar.
Gözəl göyçək qızlardılar, mehribandılar. Prosta mənim fikrim qalıb qolbaqda, ya Allah and olsun. O qolbaqdan istəyirəm çox qalın və çox qəşəngdir. O 4000-ə çoxdur da, 40 manata dəmir almazdı adam, qurban olmuşlar. Ya qızıl deyil, gümüş deyil, heç nədir də, yəni sadəcə bir dəmirdir, dəmir. Dəmir axı. We can go there with tobacco and then we can go around this way. Okay? Ate, ka. Aray. Sorsa olur, sorsa əlini atır kameraya. Axmağın bir axmaq. Üzünə baxdım, çöndü, getdi. Əlini atdı belə kameramın əli başladı. Gücə oğlu, gücə. Mənim səninlə nə işim var, sənin də mənimlə nə işim var? Gəlib girib ağzıma kameramın qabağına, sonra deyim, mənə niyə çəksən? Burada tütün satırlar. Tütünlər də mən digər videolarda sizə göstərmişdim, amma gəlin yenə də burada bazarda form. Aa, yox, başqa cürədir. İcazə də vermirlər. Bunlar lap ağ eləyibləri. Baxın, belə tütün yarpağıdır. Oydu, bərbad iyi gəldi. O. Aa, bu həbdə tozu da var. Hə, deyir burnuva al iynə. Deməli belə bir şey tökdü bura. Bu şeydə tabak tütündür. O. Oo. Ah. Oyda. Ah. Beynim yandı uşaqlar. Oyda beynim yandı, gözümdən yaş axır. Allah haqq beyin. Hayda. Hayda. Bu neydi? Oyda. İlk dəfə idi tütünü burnuma çəkdim. Yandırır burnumun içi. Oyda. Of, of, of. Oyda, mən bilmirdim belə ağırdı bu. Of. Pis günə qaldım. Bu qız arvad mən qəsdən verdi, yəqin çıxım gedim. Oydu, burada ilişi be. Oyda, belə şey yoxdur uşaqlar. Oy. The people doing it every day? Yeah, doing it every day. But they are not smoking, yeah? They're not They smoking. smoke. Not smoking. The village people, they're not going to smoking. They chew it like a chat and they keep it the ear. And when they walk around and they start chewing and they sleep it. Burada isə uşaqlar This is qarğıdalı satılır, corn, yeah? the town people. Qoyun da gəlir yeyir bundan yeməklə, keçilər zatlar. Bax, Amir qadını da. Of. Oy Allah, öldüm ay Allah. Sarqım, qreçkiyə oxşur, amma qreçka deyil. Belə bir şeydir uşaqlar. Mındarçılıq olacaq, amma deyəcəm. Tüpürdüm, ağzımın içinə gəlib tutun. Burnumdan gedib, gəlib ağzımın içərisinə. Çox qəlbə bir şeydir. Ay. Baxın, xanım da duz satır. Burada hələ soğandır bu. Soğan, sarımsaq da satırlar. Buna bax, soğanı, sarımsağı uşaqlar dənəliyib satırlar. Hamı eyni şey satır. Baxın, kofe qabığı satırlar. Hamısı. Burada da həmçinin kofe qabığı satırlar. Həmçinin tütünü baxın palçıq formasında. Baxın, gəl bunu da sizə göstərim. Bu tütündür. No, zəncəfildir bu. Bu zəncəfildir uşaqlar. Afrikada çox istifadə olunur bu. Yeməkdə, zətdə, hər şeydə insanlar zəncəfil istifadə edirlər. Bu da yəqin sarı kökdür, yəni. Yeah. Okay. Burada başqa heç nə görmürəm. How much is the bananas kilo? Gəl soruşaq görə bananın kilosu They neçədir? are not by kilo. So they sell, they put Bu xala nəsə pullu xaladır ya, buna bax. Bunun soğanı çoxdur, sarımsağı çoxdur, laymı çoxdur, bananı var, pomidoru var. Mango qara rəngdə satır. Yeah, that is 100. 100? Yeah, that's Five piece. Yes, Hə. 5. 5 dənəsi 1 manatdır. 5 dənəsi 1 manat edir uşaqlar. Və tərəziləri də bundandır, dədə-baba tərəzisindən. Göstərim. Bu tərəzi ilə ölçürlər hamısı. Ədviyyatlara baxın, görün nə qədər ədviyyat var. Bir dənə baxaq görə başqa nə var buraqda. Eyni şeylərdir. Bu həm də kök satır. Çox ucuzdur da. Yəni banan
1 manatdırsa, indi sən qalan şeyləri özün ortalamasını çıxart da. Və salam uşaqlar, bazar, qəbilə bazarı bundan ibarətdir. Burada da yumurta falan filan, nəyinə baxır onun elə? Yağı yoxluyor. Qaqama bax, toyuq satır əlində. O da yağı yoxluyur. Bu nədir? Bu da ədviyyat satır nəsə. Saçlarını qırmızı eləmək üçün bundan istifadə edirlər. Onun üçündür bu. Çiliyə baxın, istiyota. İstiyotda belə bir ovucluq satırlar artısa. Bu da onların qablarıdır. Bu qablardan çox istifadə edirlər. Bilmirəm onu necə düzəldilər. Yoxsa o hansısa bir meyvədir, zatdır, ondan içərisini ovullar əldə edirlər. Bilmirəm. Orasını bilmirəm uşaqlar. 5-6 tane banan qoyub qabağına, bax satır. 5-6 tane banan qoyub satır. Bax, turistlər görə də gəlirlər. Doldu turistlər. Əslində oldu deyəndə ki, mənlə paralel bir 10 dənə turist gəlib, gəlməyib. Başqa işlə. Qaqam ona bax, süddü, qatıq bir nədə onu yoxlayır. Hamısında knopkalı şey, it kimi gəzdirir quzusunu ona bax. Oyununa taxıb gəzdirir. Ay, bu tütün nə idi ay? Bu başqa tema idi. Mən həyatı boyu belə şey görməmişəm. Burada bir ağac var. O, bildiyiniz zərərli maddədən sayılmır. Sadəcə bir ağacdır. Həmən ağacdan istifadə eləyəndə yatmırsan. Yəni, deyən nə deyirəm ha? Vərdiş yaradanlardan deyil ha. Çünki adını çəkə bilmirəm, YouTube problem yaradır. Adını çəkmədiyim o zərərli maddələrdən sayılmır. Sadə, asan, legal əldə olunan və insana elə zərərli olmayan, yəni onlardakı kimi vərdiş yaradıb, davamlı bundan istifadəyə gətirib çıxartmayan bir ağacdır. Bilməm, o ağacın harasını, yarpağını mı, harasını mı istifadə edirlər, amma ondan çiyniyirlər, yatmaq, yuxun gəlmir. Amma 2 dənə pivə içirsən, başı atıb yatırsan. Mən onu da görmək istəyirəm, o nədir, nə deyil, bilmirəm. Okey, burada insanlar gəlirlər, yeməklər, günorta yeməklərini yeyirlər. Bazar adamları burada gəlib yemiş olurlar. Burada da keçilərini satırlar, uşaqlar, bax. Keçilər burada satılır. Nədir hava? Lobiya. Xırda lobiyadır. Balqabaq da satırlar, bax. Özləri əkib becərib gətiriblər satmağa. Yəni, mən bir dənə sizə bir şey demək istəyirəm. Bir dənə qabı onu götürübdür, yağdır, indi süddür, nədir? Onu almaq istəyir, yoxlayır. Onu bir dənə stəkanı və bir dənə qabı götürüb, kilometrlərlə yol gəlib ki, onun satışını eləsin. Yəni, bu qədər ehtiyac var bunlarda. 2 dənə, bax, toyuğu götürüb gəlib, deyir ki, 2 dənə toyuğu satım, çıxım gedim evimə, bax, belə. Xırda alış-verişdir əslində. Salam lan. Bunlarda ondan yoxdur, bunda ondan yoxdur. O, almaq istədiyimdən bunda yoxdur. Bu da nəyinsə sümüydü, dişidir, nə idi? Born. Born? Yeah. Nə idi, bu sümüydü, dişdir, nədir bu? Yox, sümüydü bu, sümü. Ha, okey. Bu da belə üzüydü. Sadəcə dəmiri yumrulayıb, üzüy kimi. İstifadə eləyəsən deyənə. Sadəcə dəmirdir uşaqlar. Maraqlıdır. Prosta bunun naxışısını istəyirəm. Bunların heç birinin naxışı yoxdur. Belə sadə istəmirəm də. Əl işi olmağı, o ki, əridib bir var onu düzəldirlər. Bir də üstünə xüsusi naxış eləyirlər. Naxış biri belə deyə də əl işi sayılır da. Başa düşdüsə ona görə onlardan almaq istəyirəm. Bana traybə geyəcəm. Deyirəm, birdən orada olmaz. Vapşa avara qalaram. Bu nədir? Hə, bu taxtadır. Hə, taxtamız. Elə bildim dişdir. Hə, bu da bunların göstərdiyim həm yastığıdır. Bunun burlo formasını satırlar. Həm yastıqdır, həm də stuldur. Böyük formasını göstərim. Əsl forması bax budur, bu ölçüdə olur. Həm baş altına yastıq kimi qoyurlar, həm də üstünə otururlar, həm də belə burlok kimi gətirib satırlar. Bu da digər əl işləridir. Mən fikirləşirəm ki, burada heç də tapa bilməyəcəm. Çünki çox baha verirlər. Bilirlər ki, turist falan gəlib, plus ağ adam görəndə qiymət oxuyurlar. Elə elə cibimizə pulu doldurub gəlmişik bura partlatmağa, amma elə deyil də. Burada da var ki, bir dənə buradakıların da qiymətinə baxaq.
Baxın, burada da o dəmirlərdən var. Düzdür, naxışsızlar. Amma heç mənlik deyil. Bir də burada belə şeylər satılır uşaqlar. Dişlər. Müxtəlif heyvanların dişləri və buynuzları. Yəni mən özümə şeydən, qəbilədən krokodil dişi almışam. Şeydən də, Tanzaniyadan da şir dişi almışdım. Yəni burada da müxtəlif dişlər belə satılır. Bu çox hükətdir. Bunu nə var sana? 15 manat uşaqlar. Which animal? Vartoz. Vartoz. Vartoz hansı heyvandır? Deyirlər vartoz. Mən deyirəm vartoz hansı heyvandır? Pumbadır. Bu da pumbanın dişləridir. Buynuz kimi dişləri çıxır pumbanın qırağından. Odur, onlardır. Burada da elə eyni şeylərdir. Burada da bu dəmir nə dəmirdirsə, bunlar hardan tapırlar bu dəmirləri? Əridirlər, sadəcə əyirlər və satırlar. O bizi suvenirləri də baxaq. Bax, belə suvenirləri də satırlar. Ox uclarını satırlar. Buna bax. Buna bax uşaqlar. Ox ucu. Oydu, çox tüdür uşaqlar. Ox uclarını da burada satırlar. Böyle. Görək başqa nə var burada? Hər şey suvenirə çevirə bilirlər bunlar. Bəzək əşyasına çevirə bilirlər. Bax, o nədir bilmirəm. Tısbağanın, ona bax, tısbağanın qabını satırlar. Ölüb içərisindən çıxardıblar, satırlar. Və burada da şeylər var. Bu qaqam da dirəyim yanıma yenə nə istəyir bilmirəm. Bu yenə eyni söhbətlərdir, prosta şeydir. Primitiv bir şeydir. O 2 dəfə taxassan qırılacaq, açbağla qırılacaq. Görə burada nə var? Yenə bana o vartozdur nədir, onun boynuzu var. Bax, vartoz. Bilmirəm, alın bəlkə ondan bir dənə. Çox böyüdür, pus onu hara taxasan? 50 manata. Bunu 50 manat satır uşaqlar. O yandakı 15 manat satır deyənə, bu çox deyir. Bu da sümüydür uşaqlar. Şəkil çəkdirmək istirməklə. Okey. Okay. She can check now. Ha, she can check. Okay. Gözləyirik, getsin, baxsın, görsün, böyük razmer var. Böyük razmer odur ki, özümə də taxa bilərəm, başqasına da verə bilərəm taxmaq. Amma balaca razmer neyinə, heç əlimə girməyəcək o mənim, açıq qalacaq əlimdə ancaq. 5-lərin arasına baxacaq indi. Çoxdur ya bunda ya. Yəni bundan götürmək olar. Pus çox nazikdir. Okay, the same. Go the same, yeah. You go, come. Okay. This is take, okay? No problem. How much you say? She said 700. How much you will say? Deyir, dalaşdılar, deyən görə bazarlığımı eləyir. Okay, see you. Okay, let's go. Deməli, bu birisi gəldi, o satmaq üçün, bu birisi İngilisini bilmir. O birisi bilir, bicliyindən gəldi, amma satmaq üçün dedi ki, gəl, məndə də var da, yəni. O da ondan ucuz deyəcək, yəni ki. Heç də qaydanda baxarıq. Gedək bir dənə bu keçilərin zadının satış yerinə də baxaq. Amma yaxşı şən millətdilər, mehribandılar. Qorxmaq lazım deyil. Bunlardan çox qorxur insanlar, amma qorxmaq lazım deyil. Və nəzərə alsaq ki, bura çox turist gəlir eləyir. Bunlar öyrəşiblər bu məsələyə. Çəkilişə falan bunlara. Qoyunlar üçün, inək üçün, zat üçün ip satırlar ayrıca. Bağla başını dart getsin. İpi kəsiblər bir müəyyən ölçüdə, əlavə satırlar belə insanlar üçün. Və tərəziləri də bax belədir. Qaldırır oradan asır, qaldırır buradan asır. 1 kilo is 250. 250. 2 manat 50 qəpiyədir 1 kilosu keçinin. Burada da doludur bax belə. Hamı gəlir, bax birinin 5 keçisi var. Rəngliyibdir ki, ayrılmasın da seçə bilsin ki, hansındır, hansı kimindir. Bəzilərində də qulağı kəsirlər xüsusi formadakı. Məsəl üçün buna baxın, bunun qulağı görün necə kəsilibdir. Bunun yiyəsinin bütün qoyunları, bu qulaqları belə kəsilir. O kəsilir ki, ayıra bilsin də onlardan. Məsəl üçün onun qulağı elədir, tutalım ki. Bax, bu qulağı belə kəsibdir. Bu qulağı belə kəsir. Hərəsi bir cürə kəsir ki, bilsinlər ki, hansı kimindir. I think okay, we can go. Yeah. Burada da belədir. Burada da çox vaxt itirməyin adı yoxdur deyə düşünürəm. Çıxa bilərik indi buradan da. Hamısı eyni şeydir çünki. Sadəcə keç satırlar, bazarlıq eləyirlər, qiymət öldürürlər. The market is finish? Finish? Yes. Okay. Uşaqlar,
Bazarı gördünüz. Qəbilə bazarı necə olur bildiniz. Əvvəlinə izah elədiyim kimi, bəzi adamlar pulla satış eləyirlər, amma yerli cəmaət, yəni turistə pulla 100%, onun variantı yoxdur. O da suvenir satanlardır. Digərləri isə elə bil ki, əvəz eləyərək satış eləyirlər. Qəbilədə bazar nətər olur? Gördük, bildik, tanıdıq. Səhifəni bəyənməyi, videonu bəyənməyi, komment yazmağı, like etməyi, dəstək olmağı unutmayın ən vacibi. Hələlik görüşərik.